Kardeşdir. Kardeşim de kardeşim. Kardeşindir. Kardeşim de kardeşim de. Kardeşim de kardeş. Sumqayıtda güllələnmə hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda, yəni hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, 64 yaşlı Qılman Nəcəfov öz evinə gələrkən güllə yarası alıb. O aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Hadisə axşam saatlarında şəhərin 12-ci mikrorayondakı yaşayış binasının qarşısında qeyd alınıb. İlkin məlumata görə Qılman Nəcəfov evinin qarşısında olduğu zaman odlu silahdan atəş açılıb. O aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Əraziyə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.